السميع العليم من الشيطان اللعين الرجيم Bismillahirrahmanirrahim. Bugün Peyğəmbər xanədanının 8-ci günəşi Əhl-Beyt əleyhissalamın alimi Həzrət Əli ibn Musa Rıza əleyhissalamın şəhadəti etdiyi gündür. O imam ki, o imam əleyhissalam elə bir şəxs olmuşdur ki, elə bir əxlaq abidəsi olmuşdur ki, onun dostlarından savayı düşmənləri də onun fəziləti qarşısında baş əymişdir. Məmun özünün təşkil elədiyi elmi debatlarda müxtəlif din və məzhəb alimləri çağırmışdır ki, onlar imamı susturmaq istərdilər. Lakin İmam Rıza əleyhissalam hər birini öz müqəddəs kitabından, yəni Xristiyana İncildən, Yahudiyə Tövratdan dəlillər gətirərək elmin zirvəsini nümayiş etdirmişdir. Buna görə də o Ali Muhammedin alimi adlandırılmışdır. Yəni Muhammed ailəsinin sallallahu aleyhi və aleyhi alimi. Lakin onun əsl fəziləti elmində yox, əxlaqında idi. Tarixdə qeyd olunur ki, İmam Rıza əleyhissalam heç kimin sözünü kəsməz, heç kimə pis bir, artıq bir söz deməz və ehtiyacı olanı qapısına gələni əli boş qaytarmazdı. Süfrəyə oturduqda xidmətçilərini və nökərlərini çağırıb onlarla bircə yemək yerdi. O böyüklüyü təkəbbürdə yox, təvazökarlıqda görürdü. İmam Rıza əleyhissalam buyurur ki, mömin o kəsdir ki, həqiqi mömin o kəsdir ki, onda 3 xislət olsun. Rəbbinin xisləti, yəni Rəbbinin sünnəti, Peyğəmbərinin sünnəti və imamının sünnəti. İmam buyurur ki, Rəbbinin sünnəti sir saxlamaq, Peyğəmbərin sünnəti insanlara mülayim davranmaq və Peyğəmbərin vəlisinin sünnəti isə hər bir bəlaya səbir göstərməkdir. Bu müqəddəs gündə başda İmam Sahib-əz-Zaman Əcəlallahu fərəcəh olmaqla bütün haqq əhlinə təziyyə ərz edirik. Vəlhamdülillahi Rabbil aləmin.